Allah olmasaydı ateistlər də olmayacaqdı. Azərbaycan mühitində ateizm radikal ateizmdir. Yəni ateizm radikallaşır və ənənəvi mühitlər üçün, ənənəvi cəmiyyətlər üçün, məsələn Azərbaycan ənənəvi cəmiyyətdir. Burada Allahın, peyğəmbərin, imamın yeri böyükdür və Azərbaycandakı ateistlərin böyük əksəriyyəti militarist ateistlərdir. Hücum edirlər, təhqir edirlər. Onlar sağlam polemikaya girişmək, sağlam müzakirələr aparmaqdan çox uzaqdılar. Və sataşmaq, söz atmaq, təhqir etmək bu insanların əksəriyyətinin ateist mozaikasını əmələ gətirir. Bu nöqteyi nəzərdən Azərbaycandakı ateizm daha çox qərəzliliyi ilə seçilir. Dürüst deyirlər, dürüst deyirlər. Dürüst olmadıqları üçün öz diskurslarında qarşı tərəfin haqlı mövqeyini əsl ziyalılara xas dürüstlüklə, obyektivliklə etiraf edə bilmirlər.